Salam əziz izləyicilər. Bu gözəl və zərif bilərziyi hər kəs hazırlaya bilər. Bizə lazım olacaq xırda muncuqlar, bilərzik üçün bağlayıcı və uzadıcı sep, muncuq düzümü üçün iynə və sap. Gəlin birlikdə başlayaq. Bir bağlayıcı 7 xırda muncuq götürüb iynə sapdan keçirdiririk. İynə sapı bir də təkrarən muncuqların içindən keçirdiririk. Hər iki tərəfdən sapı əlimizə götürüb düyün vururuq. Düyün vururuq ki, bizim muncuqlarımız sapdan açılmasın. İki düyün vurduqdan sonra iynə sapı muncuqların içindən keçirdiririk. Və artıq sapımızı qayçı ilə kəsirik. Beləliklə, bizim bağlayıcı hissəmiz hazırdır. Keçirik bilərziyimizin əsas hissəsinə. 2 narıncı, bir tünd qızılı muncuğu götürüb narıncı muncuğa birləşdiririk. İki narıncı muncuğu götürüb sol tərəfdən narıncı muncuğa birləşdiririk. Videonu diqqətlə izləyin ki, bilərziyinizi mənimlə birlikdə düzgün hazırlaya biləsiniz. Keçirik bilərziyimizin ikinci hissəsinə. İki narıncı, bir tünd qızılı muncuğu götürüb sağ tərəfdən narıncı muncuğa birləşdiririk. İki narıncı muncuğu götürüb sol tərəfdən narıncı muncuğa birləşdiririk. Beləliklə, bilərziyimizin ikinci hissəsi də hazırdır. Keçirik bilərziyimizin üçüncü hissəsinə. 2 narıncı tünd qızılı muncuğu götürüb sağ tərəfdən narıncı muncuğa birləşdiririk. Sol tərəfdən isə 2 narıncı muncuğu narıncı muncuğa birləşdiririk. Belə qaydada bilərziyimizə davam edirik. 2 narıncı, bir tünd qızılı muncuğu götürüb sağ tərəfdən narıncı muncuğa birləşdiririk. 2 əlavə narıncı muncuğu götürüb sol tərəfdən narıncı muncuğa birləşdiririk. Çox asan hazırlanan bilərziyidir. Hər kəs bunu bacara bilər. 2 narıncı, bir tünd qızılı muncuğu götürüb sağ tərəfdə muncuğa birləşdiririk. 2 narıncı muncuğu da götürüb sol tərəfdə narıncı muncuğa birləşdiririk. Belə qaydada bilərziyimizə davam edirik.
Bilərziyimizin çox hissəsi hazırdır. Keçirik bilərziyimizin bağlayıcı hissəsinə. Bir uzadıcı sep və 4 xırda narıncı muncuğu götürüb 2 narıncı muncuğa birləşdiririk. İğne sapımızı muncuqların içindən keçirdiririk. İğne sapı muncuqların içindən keçirdirib 2 düyün vururuq. Düyün vururuq ki, bizim bağlayıcı hissəmiz muncuqlardan açılmasın. Bilərziyimiz möhkəm olsun. İğne sapı 2 muncuğun içindən də keçirdiririk. Əlimizdə bilərziyimizi çevirib rahat şəkildə qayçı ilə artıq sapımızı kəsirik. Artıq sapımız bilərzikdə görsənməmək üçün yandıranla azacıq yandırırıq. Və artıq bizim bilərziyimiz hazırdır. İzlədiyiniz üçün videonu təşəkkür edirəm. Videonu bəyəndinizsə, zəhmət olmasa like edin. Zəhmət olmasa fikirlərinizi şərh bölməsində yazın. Və yeni videolarımdan xəbərdar olmaq üçün kanalıma abunə olmağı unutmayın. Hələlik.